Xaçmazda 2 il əvvəl itkin düşmüş şəxsin qətlə yetirildiyi məlum olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Məlumatda bildirilir ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədi ilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Xaçmaz rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyətinin nəticəsində 2023-cü ilin yanvar ayında itkin düşmüş Xaçmaz rayon sakini 1987-ci il təvəllüdlü Əmrəddin Əkbərovun qəsdən öldürülməsi müəyyən edilib. İstintaq və əməliyyat axtarış tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü Surəddin Əsənaliyevin aralarında yaranmış mübahisə zamanı Əmrəddin Əkbərovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi və cinayətin izlərini itirmək üçün meyti bastırmasına əsaslı şübhələr müəyyən edilib. Əmrəddin Əkbərovun meyitinin bastırıldığı yer müəyyən olunaraq prokuror, kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Surəddin Həsənaliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir deyə birgə məlumatda bildirilir.